Hər kəs salamlayıram. Bu videoda isə bugün keçirilmiş buraxılış imtahanı suallarının qrammatika suallarının izahına baxacağam. Sürətli şəkildə cavabları deyəcəm burada. 31-ci sualda cavab deməli Y variantıdır. Çünki burada fe'li birləşmənin as tərəfində olan say var, bəli. Onlarla həll olunmamış məsələ. Görürsünüz ki, burada onlarla həll olunmamış məsələ. Görürsünüz ki, fe'li sifət tərkibi var. Aslı tərəfində deməli say var, onlarla həll olunmamış. Bir də onlarca insanın gözü qabağında baş verən. Bir də burada. Yəni bu hər ikisinə aiddir. Ona görə 2-ni götürürük. Rəqəmlə yazıla bilməyən say işləri bu hər ikisində var. Birincidə bir neçədir, ikincidə isə bir çoxdur. Ona görə 3-ü də götürürəm. 2, 3. Yəni 2-3 seçəndə cavab ilə avtomatik çıxır Y variantı. 4. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Bu yalnız birinə aiddir. Çünki birinci cümlədə onlar ilə kimi də düşünmək olur. Ona görə də orada dəqiq bilmək olmur. Yəni orada bir dənə sayımız bir neçədir, bir də onlarla həm düşünə bilərəm, həm düşünməyə bilərəm. Yəni ikili düşünülür. Ona görə də onu yalnız birinə aid edirəm. İkinci cümlədə isə artıq dəqiq bilmək olur. Ona görə də 4-ü götürürəm. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Bu da yalnız birinə aiddir. Bir çox qəzetlərdə təyin vəzifəsindədir və tamamlığa aiddir. Ona görə də bunu götürürəm. 2, 3, 4, 5. 32. Frazeoloji birləşməni müəyyən edin. Burada deməli cavab olacaq C variantı özündən çıxmaq. Cümlələrdən birinin xəbəri məstər tərkibi ilə ifadə olunub. Deməli burada cavabımız olacaq D variantı. Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə? Aləmşah bəyimin yeganə çıxış yolu. 34. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. Gedib xaricdə təhsil alınar. Deməli burada cavabımız olacaq 2 və 4. Yəni A variantı. Yəni xaricdə təhsilini artırar kim o? Arzusuna çatar kim atası? Ayrı-ayrı mübtəda xəbəri var. Bir də 4. Biliyi xalqına gərəkli olar. Gərəkli olar nə? Biliyi. Ona görə cavabımız olacaq A variantı. Cümlədə buraxılmış durğu şərlərinin düzgün işlənmə ardıcıllığını müəyyən edin. Ordu, qaçqınlar, əsirlər, bir sözlə hər kəs bir-birinə dəydi. Deməli, ordudan sonra vergül qoyacağıq, çünki həmcinslik var. Qaçqınlardan sonra da vergül qoyacağıq. Daha sonra isə bir sözlə, yəni yekunlaşdırıcı sözü gəlir və bir sözlə deməli, həmcins üzvlərlə ümumiləşdirici sözün ortasında gəlir. Yəni, hər kəs burada ümumiləşdirici sözdür. Bu tərəfdə həmcinsdir. Deməli, burada belə olduqda vergül işarəsi bir sözlərin solunda tre olacaq. Yəni ordu, qaçqınlar, əsirlər, tre, bir sözlə vergül hər kəs. Yəni vergül, tre, daha sonra vergül. Yəni cavabımız olacaq burada A variantı. Növbəti 36-cı sual. 36-cı sualda da deməli feillər eyni zamanda eyni şəkildə işlənmişdir. Bəli. Bu doğrudur. Saldı, baxın bir deməli əmr şəkli, daha doğrusu xəbər şəkli. Getdin, gözlədim, gəlmədin. Deməli bir doğru olacaq, yəni biri götürəcəyik. Deməli 2-də. Burada cavab B olacaq. Cavabı xatırladım. 2-yə baxaq. Xal şəkilçisinin tələbi ilə söz kökündə saytı düşmüş isim tamamlıq vəzifəsindədir. Burada səhv olacaq. Çünki ömrümüz sözünü nəzərdə tutur. Ancaq o hala görə yox, mənsubiyyətə görə itirib. Ona görə elə 2 yanlışdır. A, D, Y getdi. 3-ə baxaq. Müraciət bildirən söz isimləşmiş niksəsində ifadə olunub. Bəli, gözəlidir, nəzərdə tutur. Gözəl özü sifətdir, isimləşib və xitab vəzifəsindədir. Yəni cavabımız olacaq 1-3. Yanlışa da baxacağıq. Quruluşca düzəltmə olan feil əmr şəklində birinci şəxs təkindədir. Burada bizdə quruluşca düzəltmə olan söz gözlədimdir. Ancaq əmr şəkli yox, xəbər şəklindədir. Ona görə 4 də yanlışdır. Yəni cavabımız olacaq 1, 3, 4. 5 və 6-nı da sürətli şəkildə desəm, 5 doğru fikirdir. Kəmiyyət zərfi zərflik vəzifəsindədir. Doğru fikirdir. Yəni çox var orada. Ona görə onu götürmürəm. Çünki doğrudur. İsmin eyni halında olan sözlərdən biri mübtəda vəzifəsində çıxış etmişdir. Burada ismin eyni halında olan 2 dənə söz var. Biri gözəl sifətidir, isimləşib. Amma yenə də isimləşdiyinə görə biz onu adlı hal sayırıq. Bir də digər eyni halda olan sözümüz ayrılıqdır. Hər ikisi adlı haldadır. Ancaq biri mübtədadır. Yəni ayrılıq mübtədadır orada. Ona görə də bu doğru fikirdir deyə götürmürəm. 37. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Yəni icbar növü olsun, subyekt və obyekt olmasın. Burada da deməli cavabımız olacaq 1 və deməli 4. Yəni D variantı. Həmişə həvəslə yazdırırlar. Baxın, yazdırırlar icbar növdür. Ancaq biz burada subyekt də yoxdur, obyekt də tapa bilmirik burada. Yəni işi görən də yoxdur, üzərində iş icra olunan da yoxdur. Bir də 4 olacaq. Səhərə kimi kəndə daşıtmalıdırlar. Daşıtmalıdırlar, görürsünüz ki, daşıtmalıdırlar. İcbar növdür, yəni kiməsə etdirirlər. Ancaq biz burada kim daşıyır, yəni subyekti bilmirik, nəyi daşıyırlar bilmirik. Yəni subyekt də yoxdur, obyekt də yoxdur. Cavabımız olacaq 1, 4. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Deməli, burada da cavabımız 2, 4 olan
variantlar, amma 2, 3, 4. Bəli. C olacaq. Baxaq, fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Burada bizim fe'li birləşməmiz nə isə söyləyərək otaqdan çıxdı. Yəni burada mənim fe'li bağlama tərkibim var. Əminliklə söyləyə bilərəm. 1 getdi. B, deməli B, D, Y getdi. Tünd qara hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Deməli, baxıram ki, tünd qara hərflə verilmiş sözümüz Səlimdir. Otaqdan çıxdı kim? Səlim. Mübtədadır bu. Bəli, Səlim otaqdan çıxdı. Mübtəda hər zaman əsas tərəfi olur. Ona görə 2 doğrudur. 2-ni götürürük. 3-ə baxaq. Çıxışlıq hal şəkilçili söz tabeli əlaqəsinin aslı tərəfdir. Deməli, çıxışlıq halımız bizim burada otaqdan çıxdı. Bəli, otaqdan çıxdı. Burada əlaqə var. Yəni idarə əlaqəsidir və belə olduqda aslı tərəfi olur. Deməli, 3 də doğrudur. 4. Haqqında danışılan cümlədən çıxarılarsa ismi birləşmə, uzlaşma əlaqəsində əsas tərəf olar. Haqqında danışılan deyəndə biz mübtədanı nəzərə tuturuq. Bu cümlədə bizim mübtədamız Səlim idi. Səlimi çıxaranda cümləmiz belə olur. Dünənki yarışın qalibi nə isə söyləyərək otaqdan çıxdı. Yəni onda artıq bizim mübtədamız yarışın qalibi olur. Ona görə də, yəni otaqdan çıxdı kim yarışın qalibi? Ona görə də yəni artıq burada ismi birləşmə əsas tərəfi olur. Yəni uzlaşma əlaqəsinin əsas tərəfi olur. Ona görə 4 doğrudur. Deməli, 5-ə baxaq. Xəbər tamamlıq və zərfiyyə sintaktik əlaqədədir. Burada ümumiyyətlə tamamlıq yoxdur. Ona görə də 5 yanlışdır. 39. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Burada cavabımız olacaq D variantı. Yazıcı deyişi fərqlənmir. 1-ə 1 gedəcək sənəd və 3 gedəcək səhifələrində. 2-yə 5 səs və hərflərin sayı bərabərdir. Bəli, şəxsiyyətlər də y düşür. 3-ə də 4 gedir. Kar samit işlənməyib. O da böyük olacaq. Böyük y kimi tələffüz olunur. Çünki gözünə sonra sayit gəlib və orada kar yoxdur. Ona görə cavabımız olacaq D. 40-cı sual. 40-cı sualda cavab B olacaq. Deyir ki, hansı nümunədə altından xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər. Burada B, Aqil, Səfər, Kərim səni axtarırdılar. Mübtəda kimi. Bir də var Aqil, Səfər və Kərim səni axtarırdılar. Yəni belə düşünə bilərik. Ona görə cavabımız B variantı. Bu videoluk bu qədər. Sağ olun.